bir şəkildə. Bəzi insanlar yəni dünyasını dəyişdi deyə cənazə ilə sərt davranırlar. Onlar onu qoyduğu zaman sərt qoyurlar və həmçinin çevirdikləri zaman yəni başının çaxılmasıdır və yaxud da ki əl qolunun sıyrılmasıdır. Bunlara diqqət yetirmirlər. Bu məsələ çox mühüm bir məsələdir. Bu məsələyə diqqət yetirilməlidir. İlk öncə cənazəyə başlanıldığı zaman cənazənin çənəsi açılmalıdır. Açılır və cənazəyə ilk öncə dəstəmaz aldırılır. Yəni insan necə dəstəmaz alırsa, o şəkildə cənazəyə dəstəmaz alınır və dəstəmaz aldırılınca öncə deməli yaxşı olar ki, yəni uyğun olan budur ki, cənazənin yəni 3 dəfə qaldızdırıb, otuzdurub, yəni biraz qarnının əzilməsi üçün, yəni 3 dəfə belə qaldırıb təzədən olduğu vəziyyətinə çatdırmaq. Məsələn, bu şəkildə qaldırılır cənazə ilk öncə bu şəkildə və qarnına yüngül bir şəkildə basılır ki, qarnında olan nəcasətdir və yaxud da ki, bəzi axıntılar varsa onlar axsın. Bunlar 3 dəfə, bu hərəkət 3 dəfə bu şəkildə davam elətdirilir və buna da diqqət eləmək lazım ki, bəzi insanlar yəni belə çox sərt basılır. Bu icazəli deyil.